Bismillahirrahmanirrahim. Mevla-i Emirül-Müminin aleyhisselam buyurmuştur. Erbaatu eşya la ya'rifu kadrha illa erbaatu. Hazret buyurur ki, dört şeyin qədrin bilməz məgər ki, dört vaxtda. Birincisi budur ki, Əş-şəbabu la ya'rifu qadrahu illa şuyux. Hazret buyurur ki, cavanlar cavanlığın qədrini bilməz, məgər qocalanda bilərlər. Yəni insan cavan olarkən çox vaxt o cavanlığın qədrini bilməz. Vaxt gələr yavaş-yavaş ki, qocalacaq, yaşlaşacaq. Ondan sonra təəssüflər eləyəcək ki, mən cavanlığımda bu işləri nəyə görə görmədim, xeyirxahlıq niyə eləmədim, ibadət niyə eləmədim, insanlara əl-niyyət tutanmadım. Buna peşman olar, amma faydası olmaz. Odur ki, cavanlığın gərək qədrini bilək. Və Həzrət buyurur ki, ikincisi, وَالْعَافِيَةُ لَا يَعْرِفُ قَدْرَهَا إِلَّا أَهْلُ الْبَلَا. İnsan əmin-amanlıqda olanda heç bir vaxtı görürsən ki, əmin-amanlığın qədrini bilməz. Niyə bilməz? O vaxtı biləcək ki, bəla gələndə. Yəni insan əmin-amanlıqda yaşayır, bilmir ki, bəla nədir. Bilmir ki, həyatdakı çətinliklər, problemlər, aləmdə, insanda müəyyən baş verən hadisələrdən nə bəlalar gözləyir onu. Ona görə əmin-amanlığın qədrini bilmək lazımdır. Hər kəs əmin-amanlığın qədrini bilsə, inşallah Allah onu əmin-amanlıqda saxlayar. Bunun üçün gərək insan Allaha təşəkkür edir əmin-amanlıq üçün. Odur ki, insan gərək əmin-amanlığı üçün də hətta gərək dua eləsin. Üçüncüsü budur ki, وَالصَّحَّةُ لَا يَعْرِفُ قَدْرَهَا إِلَّا الْمَرْضَى. Və həmçinin insan bədən salamətçiliyinin, yəni sağlamlığının qədrini bilməz, məgər xəstələnəndə başa düşər. Nə qədər ki, insan xəstələnməyib, gərək salamətçiliyin, bədən sağlamlığının qədrini bilsin. Çünki insanın bədəni sağlam olmayanda, görürsən ki, Allaha ibadət edəndə də müəyyən çətinliklərlə üzləşəcəkdir. Odur ki, çalışın, sağlamlığınızın qədrini bilin, özünüzü qoruyun. Həm də insan məsuldur ki, Allahın verdiyi ona o sağlamlığı gərək qoruya. Hər bir şeydə bədən üzvlərinin dincliyindən tutmuş, təmizlik, paklığına qədər insan Allah yanında məsuldur. Necə ki, Peyğəmbər Aleyhisselam buyurur ki, təmizlik imandandır. Məsəl üçün, Həzrət Peyğəmbər Aleyhisselamın sünnət əməllərindən biri buydu ki, Həzrət həmişə dişini misvak eləyərdi. Yəni, dişin indiki dillə desə, fırça ilə sürtərdi. Baxırsan ki, insanın dişi ki, çürüyür, xarab olur, hətta necə deyərlər, dişi çəkirlər. Görürsən ki, axtarır, bir dənə təki dişim olaydı, onu mən təmiz saxlayardım, qoruyardım. Və yaxud da ki, elə bədənindəki əzaları, həmçinin digər məsələlər. Və Həzrətin buyurduğu dördüncü məsələ budur ki, وَالْحَيَاتُ لَا يَعْرِفُ قَدْرَهَا إِلَّا الْمَوْتَ. İnsan öz həyatının qədrini bilməz, məgər öləndə. Necə deyirlər, ölüm alında. Görürsən ki, insan peşman olar. İlahi, mən ki yaşayırdım, həyatda var idim, indi gedirəm, dünyamı dəyişirəm, mən niyə o vaxtlarımı boş bekar keçirdim? İlahi, mən niyə səni tanımadım? Mən niyə sənə ibadət eləmədim? Mən nəyə görə ilahi insanlara yardım eləmədim? Mən nəyə görə ilahi filan əməli eləmədim deyib çox təəssüflənər. Çünki baxır artıq ölüm onu haqlayıb, ondan sonra peşman olur. O cümlədən də elə ölənlər özləri də peşman olurlar ki, ilahi təki bizi bir anlıq dünyaya qaytar, o yaxşı buyurduğun işlərdən eləyək. Odur ki, nə qədər ki dünyamızı dəyişməmişik, gərək həyatımızın qədrini bilək. Hətta dünyada çəkdiyimiz nəfəslərin də bizlə sorğu-sual olunar. Ona görə də insan üçün bu dörd şeyə diqqət eləsə, həm dünyası, həm axirəti inşallah xeyirli, bərəkətli olar.